Sonra da ki hələ istəyir bu Rusiyadır, Rusiyadır. İndi deyirlər belənçinə, bir 30-35 il bundan qabaq Rusiyaya aparırdılar. Allah rəhmət eləsin, Arif vardı. Allah rəhmət eləsin. Yevlaqlı. Dostaşına idi, gəlirdi yerdən 15-20 dənə deyirdi filan keskin apardı, 20 dənə filan keskin aparırdı. Bu da qədər Rusiyadan, çox yerdən zəng gəlir. Çoxsa deyir mənə ki, ayaqda, deyirsən quş 4 saat, 5 saat sür məndə. Mənim quşlarım 5 saat, 4 saat, 6 saat sür. Bugün biri, bir 10 nəfərdirlər əydə çəkiliş eləyib atıblar. Deyirsən, quşların balası 9 saatla, 8 saatla, 10 saatla, 11 saatla gəlir. Deyirəm ona ki, prosto ora səhərindir, bura istidir. Quş elə 5-6 saat uçar. Amma bizdə bu şey, bəziləri hamını da demirəm, beləsi var ki, acıq vermək üçün. Biridirsə 8 saat uçdu quşun, ubru gün çıxır, deyir ki, mənim quşum 9 saat nakarta uçdu. Ubru gün çıxır, deyir ki, 10 saat uçdu. Nə uçubdu da, Allah bərəkət versin. Mənim haçan uçurduram elə 5 saat, 4 saat, 6 saat uçur. Birdən quşum 10 saat uçan deyə, yenə mənə 4-5 saat deyirəm. Ne üçün ki, deyil eşidənlər, baxanlar, qulaq asanlar var. Hamında yoxdur axı güclü uçan quş. Ne üçün sabah otursun, fikir eləsin ki, 50 dənə quşum var, bir dənə 8 saat, 9 saat uçan quşum yoxdur. Məndə 4-5 saat uçur, 3 saat uçur. O eləsin ki, o yaşlı kişidə də elə 5 saat uçur. Özünə təsəlli versin. Dönüb, bir şey ki, mən həyətdə, indi şey çıxmasın, heç bunun yeri döydüyüm ha, həyətdə kebab pişirtdirmirəm ki, iyi qonum boşuya gedər. Növbələr deyəndə gedib kebabçıda pişirtdirib götürüb gəlirəm ki, günahdır. Nələr demək? Çox belənçi ilə yuxarıdan danışırlar. Əlvər quş çurdar deyil, misal üçün. Təcqərə var, Allah ömür versin, salam mələki var mənə. Bir 35 ildir, neçə ildir, bəlkə də 40 ildir salam mələk eləyirik. Hələ bir dəfə olmayıb ki, həcinin yanına gedim mən, qeyd etsin ki, otağa. Deyəndə deyir ki, baba tuturlar da oxtaydı. Bu da məndən soruşan dələnçi ilə. Vacib deyil ki, biz quşa görə, biz prosto dost deyil, bir-birinin xətrini istəyirik.